Peyğəmbər salavatullah buyurdu, Zəhra düşəcək qabağıma qiyamətin günündə mən yol gedəcəyəm. Təsəvvür edirsən. Yəni Peyğəmbərin bütün salih əməlləri Zəhra salamullahidir. Ya Resulallah, döyüşlərdə bayraqdarım var idi, Əli idi. Qiyamətdə kim olacaq? Yəni Əli olacaq bayraqdarım. Əlinin vilayətinə Peyğəmbər yol edəcək məhşərin özündə də. Allah müteala demir day burada, mələklərlə çıxar qabağına, özü çıxacaq Zəhranın qabağına Allah müteala. İrci'i ila rabbiki radiyətəmə. Qayıt öz Rəbbivə. Və qədrini bilmədilər. Əmir əl-Müminin buyurur ki, mən Zəhranı Nəhcül Bəlağədə, mən Zəhranı dəfn eləyəndə gəlirdim qəbrə qoyum Zəhranı, gördüm qəbirdən 2 əl çıxdı, aldı Zəhranı məndən qoydu yerə. Peyğəmbər sallallahu əleyhi idi. Əmir əl-Müminin buyurur. Təsəvvür elə xanım Zəhra sallallahu əleyha, bilmirəm, Məryəm sallallahu əleyha xanım Zəhra olmasa, Məryəmin, Həzrət Məryəm ki, məqamı çox bağlı olub, çox ali olub. Məsihi aləmi fəxr edirlər. Çox nöqtələr ispat eləmək olar, çox nöqtələr ispat eləmək olar. Məsihi aləmi fəxr edirlər ki, Həzrət Məryəm sallallahu əleyha bəs balası əlinin üstündə danışıb, Həzrət İsa əleyhissalam. Dedi, mən Allah tərəfindən göndərmiş bir elçiyəm, mənə kitab nazil olub. Anam Məryəm də pakdır, təmizdir. Çünki şərətirlər xanım Məryəm sallallahu əleyhaya. Amma, ey kaş, Məryəm Zəhranı görəydi. Peyğəmbər salavatullah buyurdu ki, mən daxil oldum Zəhranın evinə, gördüm Zəhra ağlayır. Peyğəmbər qəmgin oldu. Soruşdum ki, niyə ağlayırsan? Dedi ki, ya Resulallah, bətnimdəki körpə danışdırır məni. İmam Hüseyin hamilə idi xanım Zəhra salamun əleyha. Xanım Məryəm salamun əleyhanın əgər uşağı əlinin üstündə danışıbsa, Zəhra salamun əleyhanın balası bətnində danışıb. Dedi, danışdırır məni. Xanım Zəhradan danışmaq olmuş ki, müsibətdir də 18 ildə bir xoş gün tapmaq olmuş. Ümmül Əymən nəql edir. Qoy bu hədisi deyim. Deyib, Peyğəmbər soruşdu xanım Zəhradan ki, niyə ağlayırsan bəs? Dedi ki, ya Resulallah, bu bətnimdəki uşaq deyir ki, ya ummi, ənəl qərib, ənəl ətşab, mən qəribəm anacan. İmam Hüseyin əleyhissalam qəribliyindən anası Zəhraya danışır.